Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala eşrefil enbiyai vel mursalin nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu. Amma ba'd. Deməli, əziz qardaşlarım, bugündən götürmək istədiyimiz mövzu hansı mövzudur? İnsanların əziyyətlərinə, onlardan gələn müsibətlərə səbr etmək üçün bəzi amillər. İbn Teymiyyə Rəhməhullahın deməli, bu yazdığı qaydalardır. Hansı ki, İbn Teymiyyə Rəhməhullah burada ayələri və hədisləri zikr eləyir. Bu 20-yə yaxın olmalıdır qayda. Bugün inşallah Teala yetişdirə bilsək 4-ünü keçəcək və sonra gələn dəfələrdə Allah müvəffəq etdiyizdən götürəcək. Hər bir halda Allahdan müvəffəqiyyət istəyirik. Deməli, Şeyx Rəhməhullahu Teala birinci nədən başlayır? Birinci ondan başlayır ki, yəni bəndənin başına gələn müsibət, düşünməli, yəni birinci düşünməli odur ki, yəni biz iman gətirmişik ki, hər bir insanın hərəkəti, sakit durmağı, iradəsi Allahın izni ilə olur. Yəni Allah istəsə olur, Allah istəməsə olmur. İstəyir böyük məsələlər, istəyir kiçik məsələlər. Nə olursa olsun, bu Allahın izni ilə olur. Yəni bu başıma gələn Allahın izni nədir? Öz başına döyür. Necə ki, Şeyx ayəni gətirir ki, وَمَا أَصَابَ مِنْ مُصِيبَةٍ إِلَّا بِإِذْنِ اللّٰهِ Allahın izni olmadan bir müsibət baş verə bilməz. Və sonra yenə ayəni gətirir, Şeyx ayəni gətirir ki, وَمَا تَشَاءُونَ إِلَّا أَنْ يَشَاءَ اللّٰهُ رَبُّ الْعَالَمِينَ Aləmlərin Rəbbi Allah istəməyincə siz istəyə bilməzsiniz. Yəni birinci nə oldu məsələ? Birinci o oldu ki, yəni başıma gələn hər bir şey Allahın izni ilədir. Yəni bu belə yerə döyür. Yəni burada Allah Azze və Celle izin verir. İstər mənim xəstələnməyimdə, istərsə başqa bir şeyin əziyyət çəkməyimdə, istərsə kiminsə əli ilə mənə olunan əziyyət, bu Allahın izni ilədir. Yəni birinci insan bilir ki, bu qədərdir. Və qədərə qarşı necə davranmağı hər bir insan öyrənməlidir. Və ikinci nə edir? İkinci insanların yəni özünə verdiyi əziyyət, hansı ki insanların əziyyət görür, ya onu söyürlər, ya döyürlər, ya pis rəftar edirlər və durmadığı yerdə onu elə bir pis sancırlar ki, adam da özü belə qalır şok vəziyyətində ki, mən buna nə varmışdım, mən buna neynəməmişdim ki, mən yəni belə bundan rəftar gördüm də, öz qardaşımdan və yaxud qardaşım olmayandan və ya kimdənsə fərq etməz. Yəni, nə edir? O zaman qul. Yəni, düşünməlidir ki, bu mənim günahlarımdan dolayıdır ki, Allah bu qardaşımın əli ilə və yaxud hansısa bir zalimin əli ilə məni nə edir? Ya təmizləndirir, ya da ki, məni ayıldır. Yəni, elə-belə yerə mən musallat olmamışam. Yəni, bu mənə elə-belə yerə musallat olmayıb. Yəni, bizdə deyirlər, urcaq olmayıb. Yəni, bu bəla və yaxud bu insan və yaxud mənə gələn bu müsibət mənim günahlarıma görə ola bilər. İnsan nə edir? Yəni, özünə qayıdır birinci. Birinci özünə qayıdır ki, mən nə eləmişəm ki, hansı əməl sahibi olmuşam ki, mənim qabağıma belənçi bir şey çıxıb, mən əziyyət çəkirəm. Yəni, sələflər belə edərdilər. Ailəsi sözünə baxmayanda və yaxud heyvana get deyəndə, heyvan getməyəndə və ya nə olsa olanda özlərini qınıyırdılar ki, mən nəsə eləmişəm ki, mənim qabağımdan belə çıxır. Və burada da Şeyx Rəhməhullah Şura surəsinin 30-cu ayəsini gətirir ki, وَمَا أَصَابَكُمْ مِنْ مُصِيبَةٍ فَبِمَا كَسَبَتْ أَيْدِيهِمْ وَيَعْفُ عَنْ كَثِيرٍ Şeyx burada nəyə gətirir? Deyir, yəni sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandıqlarınızdır. Hələ çoxundan Allah keçir. Baxın ha, hələ çoxundan Allah keçir. Yəni bu nəyi göstərir? Bu onu göstərir ki, bizim çəkdiyimiz əziyyət, yəni bizə baş verən əziyyət fərq etməz. Kimdən olursa olsun, hansı məxluqatdan olursa olsun, əgər biz əziyyət çəkiriksə, yəni bu bizim günahlarımızdan dolayıdır. Hələ Allah çoxundan keçir. Allah çoxundan keçməsə, mən nə hallara qalaram?
mənim halım necə olar? Yəni, əgər insan bunu fikirləşsə ki, öz günahlarını, öz xətalarını düşünüb, onlara tövbə edib, özünə qayıdarsa, o bunun üçün xeyir olar. Yox, özündə günah görməyib, başqasını qınasa, Şeyx Rəhməhullah gətirir ki, elə bəla olaraq o ona yetər. Bəla olaraq yetər ki, özündə bir günah görmür, ancaq günahı qardaşında görür. Ancaq günahı ona zülm eləyəndə görür. Ki, mənə belə elədilər, başıma bu gəldi, nə bilim filan şey olmadı, nə bilim aclıqdır, nə bilim filandır, bəhməndir. Ancaq bunu fikirləşdi, amma özünün və ya toplumun etdiyi günahları fikirləşmədi ki, hələ bizim başımıza daş yağmır, neymət üçün deyir. Hələ bizim başımıza daş yağmır, neymət üçün deyir. Və burada Şeyx Rəhməhullah gətirir ki, deyir, Cəvahir xəzinəsindən olan bir söz, hansı ki, Əli radiyallahu anhu bunu işlədib, deyir ki, qul yalnız Rəbbinə ümid bəsləməli, yalnız günahlarından qorxmalıdır. Və həqiqətən bu gözəl sözlərdən, cəvahir sözlərdən bir cəvahirdir. Qul yalnız Allaha ümid bəsləməli, yəni heç kimdən heç nə gözləməlidir. Nə çox sağol, nə pul, nə mal, heç bir şey. Yalnız Rəbbinə, yəni qul, söhbət quldan gedir da, söhbət quldan gedir. Qul yalnız Allaha, Rəbbinə ümid bəsləməli və yalnız öz günahlarından qorxmalıdır. Niyə öz günahlarından qorxmalıdır? Öz günahlarından qorxmalıdır ki, bu günahım ya mənim qabağıma kiminsə əli ilə, yəni Allah urcaq eləyəcək, kiminsə üzərimə musallat olacam, yəni mənə əziyyət veriləcək, qabağımdan bəla çıxacaq, müsibət çıxacaq, ahirətdə də Allah qorusun müsibətlər olacaq. Onun üçün qul günahından qorxmalıdır. Və həmçinin Əli radiyallahu anhudan və başqalarından rəvayət olunur ki, nədir? Deyir ki, bəla yalnız günah üzündən nazil olur. Bəlalar yalnız günah üzündən nazil olur və yalnız tövbə ilə qaldırılır. Həqiqətən bu söz də qızıl sözdür. Yəni bəlalar, nə ki bəla başımıza gəlirsə, günah üzündən bizə nazil olur. Yəni bizə urcaq olur, bizə musallat olur o zalimlar və necə qalxır? Yalnız tövbə ilə qalxır. O zaman bunu bilən qul neyniyəcək? Bunu bilən qul yalnız və yalnız tövbəyə qapılacaq. Tövbəyə qapılacaq ki, Allah məni bağışla, məni əff et və günahlarından dönəcək. Və deməyəcək, mənə filan kəsin əli ilə zülüm oldu, mənə filan kəs belədi, mənə bəhmən kəs belədi. Biləcək ki, artıq bu günahlarından dolayı ola bilər. Fərq etməz, yəni bütün bir şey. İstəyir insanlardan zülüm çəksin, istəyir cinlərdən zülüm çəksin, istəyir həşəratlardan zülüm çəksin, istəyir heyvanlardan zülüm çəksin, fərq etməz. Kimdən çəkdiyi əziyyət varsa, insan hara qayıtmalıdır? Yalnız tövbəyə qayıtmalıdır. Və özünü qınıyıb, tövbələrdən bərk yapışsa, Allahdan bağışlanma diləsə, o zaman Allahu Azze və Cəllə onu nə edəcək? Tövbə ilə xilas edəcək. Və sonra Şeyx Rəhməhullah gətirir ki, üçüncüsünü, insan deyir, hətta deyək ki, başına müsibət gəlib, ona zülm olunub, öz günahlarından dolayı, Allahın qədəri ilə artıq özünə zülm olunub. Yəni, ortaya çıxan nədir? Ortaya çıxan odur ki, ona zülm eləyən zalimdir, o isə məzlumdur. Düzdürmü? Ona zülm eləyən zalimdir, o isə məzlumdur. Məzlumun duası ilə də Allahın arasında bilirsiniz, pərdə yoxdur. Heç bir pərdə yoxdur. Necə ki, Muaz ibn Cəbəl radiyallahu anhunu Allah Resulü sallallahu aleyhi və səlləm Yəmənə dəvətə yollayanda bunu açıqladı ki, məzlumla Allahın arasında pərdə yoxdur. Və burada şeyx nəyi gətirir? Baxın, şeyx gətirir ki, burada qulun ucalığı, qulun bu fürsətdən, yəni özünə olan zülümdən istifadə eləməyin ən gözəl yolu nədir? Onu əff etmək və onun islahı üçün çalışmaq. Və bunu Şeyx Rəhməhullah da məhz Qur'an-ı Kərimdən gətirir.
Allahın kəlamından gətirir. Hansı kəlamıdır? Allahu Azze ve Celle'nin Şura suresi 40. ayədən gətirir. Və orada 3 dənə qayda gətirir. Allahu Azze ve Celle inşallah bunu oxuyub sonra çalışacaq ki açıqlayaq. Onlardan, yəni ayəni birinci oxuyaq. Və cəzəu seyyiətin seyyiətun mithluha. Deyir, cəzanın, əvəzi birinci nəyə gətirir? Onun mislidir. Məsələn, barmağı qırıbsa barmağını qıra bilərsən. Necə qırıb elə qıra bilərsən. Məsələn, sən 5 manatı alıb 15 manatını ala bilərsən. Yəni, əvəzə əvəz. Artıq yox, əvəzə əvəz. İkinci, onun ardınca ayə gəlir. Fəmən əfə və əsləhə fəəcruhu aləllah. Fəəcruhu aləllah gəldi. Kim bağışlayarsa və islah üçün çalışarsa, baxın, bağışlayıb islah üçün çalışarsa, fəəcruhu, fəylə gəldi. Onun əcri nədəndir? Alallah. Orada alə gəldi. Nədir? Allah öz öhdəsinə götürüb. Allah öz üzərinə götürüb. Kim bağışlayarsa və islah etməyə çalışarsa, nədir? Allah o kəsin əcrini öz üzərinə götürüb. Və ayənin ardınca Allah Azze ve Celle buyurur ki, İnnehu la yuhibbul zalimin. Həqiqətən də o, Allah, zalimları sevmir. Zalimlar kimlərdir? Birini eləyənə beşini eləyən. Birini eləyənə onda birini eləyən. Burada Şeyx Rəhməhullah 3 dənə sifəti açıqladı. Birinci nədir? Ən birinci gəlir ki, muqtədin. Muqtədin nədir? Onlar ədalətli olanlardır. Ədalətli olanlardır. Çünki şəriətdir də bu. Yəni şəriət bizim axlımıza görə deyil, Allahın qoyduğu qaydaya görədir. Hansı ki, Rəsulu da bu qaydayla gedirdi. Qırağa çıxmırdı. Zərrə qədər də olsun qırağa çıxmırdı. Birinci nədir? Ədalətli olanlar. Yəni, edilən pisliyə onu qədər qaytarmaq. Üzərində bir balaca da olsun, üstələməmək. Bu, kimlərdir? Bunlar ədalətlilərdir. İkinci kimlər oldu? Muhsinin. Burada Muhsinin adlandı. Nədir bunlarda? Bunlar da islah edənlər. İslah edənlər. Yəni, bu uca bir məqamdır. Bunlar nə edir? Yəni, haqqından keçir. Bax, haqqından keçir. Haqqını tələb eləmir. Haqqını kimdən tələb eləyir? Allahu Azze ve Celle'dən. İndi, inşallah Teala gələcək, hədis də gələcək. Haqqını Allahdan istəyir. Və üçüncü hansılar oldu? Zalimlar. Zalimlar hansı ki, haqqından artığını tələb edir. Haqqından artığını götürür. Və biz bilirik ki, ümumiyyətlə, Allahu Azze ve Celle öz üzərinə götürdüyü, bizim bildiyimiz 3 dənə sifət var. Hansı ki, insan onu eləyərsə, onun mükafatını Allahu Azze ve Celle öz üzərinə götürüb, öz öhdəliyinə götürüb. Onlardan biri dediyimiz bu ayədir. İkinci Zumar surəsinin 10-cu ayəsidir. Necə ki, Allahu Azze ve Celle xəbər verir ki, qullarıma mənim bu sözümü de. Baxın, gör necə əhəmiyyətlidir ki, Muhammed sallallahu aleyhi ve sellemə deyir ki, 7 səmanın üzərindən ayə indirir ki, qullarıma bu sözümü de. Yəni, bu sözümü qullarıma çatdır. Bax, ey mənim iman gətirən qullarım. Kimlərə aid oldu bu sözlər? İman gətirən qullara. Rəbbinizdən qorxun. Bax, Rəbbinizdən qorxun. Bu dünyada yaxşılıq edənlərə yaxşılıq vardır. Yaxşılıq da nədir? Şərtə gəlir ki, cənnət vardır. Yəni, bu dünyada yaxşılıq edənləri cənnət gözləyir. Allahın yeri genişdir. Allah Azze ve Celle həqiqətən istədiyi qədər genişləndirir. Və sonra nə deyir Allah Azze ve Celle? Yalnız səbr edənləri, bax, yalnız səbr edənlərin mükafatı saysız, hesabsız veriləcəkdir. Yəni Allah Azze ve Celle səbr edənlər var ha. Səbr edənləri saysız, hesabsız mükafatını yenə nə edir? Özlərinə götürür. Kimlər oldu ikinci? Səbr edənlər. O kəslər ki, bu dünyanın varlığına da səbr eləyir, kasıblığına da səbr eləyir, əzabına da səbr eləyir, sıxıntısına da səbr eləyir, tələbəliyinə də səbr eləyir. Yəni, hər bir şeyinə səbr eləyir. Səbr eləyir və nə eləyir?
mükafatını Allah'tan gözləyirik ki, onun mükafatını Allah Azze ve Celle mütləq ki, özü verəcək. Üçüncü, Sahih Buxarədə gəlir. Necə ki, Allah Resulü sallallahu aleyhi ve sellem der ki, uca Allah buyurdu. Bax, Allahın adından Allah Resulü sallallahu aleyhi ve sellem Sahih Buxarədə deyir ki, Sahih Buxarədə rəvayət olunan hədisdə deyir ki, uca Allah buyurdu. Adəm oğlunun, bu hədisi hamınız bilirsiniz, bütün əməlləri özü üçündür. Yalnız nədir? Oruz mənim üçündür. Bütün əməlləri özü üçündür. Yalnız oruz mənim üçündür. Orucun mükafatını mən verəcəm. Allah Azze ve Celle nə dedi burada? Orucun mükafatını mən verəcəm. Bu da biz bilirik ki, ona görədir ki, bu ibadət gizlin ibadətdir. Yəni, bütün ibadətlər zahirdə olunur. Namaz kimi, həcc kimi, zəkat kimi, şəhadət kimi. Bütün ibadətlər zahirə çıxır. Yeganə oruzdur ki, zahirə çıxmır. Yəni, heç kəs bilə bilməz ki, sən orucsan. Hətta evdə ailən də bilə bilməz ki, sən orucsan, əgər insan haqqı ilə gizləsə, əməl nə qədər gizlənsə, o qədər üstün olacaq. Deməli, bir baxın, bağışlamağın mükafatlarından olan Şeyx Rahmanullah gətirir ki, yəni bağışlamağın ən böyük mükafatı təsəvvür edin. Şeyx gətirir ki, qiyamət günü carsı car çəkərək deyəcək. Carsı bilirsiniz də, çağırandır. Yəni, mələk çağırıb deyəcək. Baxın ha, carsı car çəkib deyəcək. Deyir ki, carsı nə deyəcək? Mükafatını Allah öz üzərinə götürən insanlar qalxsın ayağa. O kəslər qalxsın ayağa ki, qiyamət günü deyəcək. Onun mükafatını Allah öz üzərinə götürüb. Baxın ha, onun mükafatını Allah öz üzərinə götürüb. Bu nə deməkdir? Orada Adəmdən sonuncu insana qədər bütün insanlar olacaq. Bütün insanlar olacaq. Və deyiləcək ki, Allah mükafatını öz üzərinə götürən kəslər ayağa qalxsın. Ha, bu gör nə deməkdir? Qiyamət günü sən təsəvvür elə, o insanın düşüncəsi, o dəhşətlər, o sıxıntı, yəni insan bilmir cənnətə gedəcək, cəhənnəmə gedəcək, ana baladan qaçır, bala atadan qaçır, insan biri-birindən qaçır. Yəni elə bir dəhşətdir ki, onu heç birimiz təsəvvür eləyə bilmərik. Hə? O dəhşətdə birdən deyilir ki, Allah öz üzərinə mükafatını götürdüyü kimsələr ayağa qalsın. Heç kim ayağa qalxa bilməyəcək. Hədisdə gəlir ki, yalnız bu dünyada bağışlayıb, yəni özünə qarşı olan səhvləri, özünə qarşı olan zülümləri bağışlayıb, islah edənlərdən başqa. Sən təsəvvür elə ki, bu dünyada sən qisas almışsın. Bu dünyada sən bağışlamamasın. Bu dünyada sən düşmən kəsilmişsin. Hə? Kimliyindən asılı olmayaraq. Hə? Və axirət günü deyiləndə ki, qalxsın o kəslər ki, yalnız o kəslər ki, bağışlayıb və islah eləyib, bəzi insanlar qalxır, səninsə əlində o fürsət ola, sən oturursan, qalxa bilmirsən. Yəni, təsəvvür edin bunu. Yəni, bu İbn Teymiyyə Rəhməhullah gətirir ki, baxın, yəni bunu əgər insan dərk etsə var ha, dərk etsə, bunu insan həqiqətən dərk etsə, bunu qəlbində əkə bilsə, mütləq ki, bunun barını həm dünyada, həm də axirətdə görəcək. Amma əfsuslar olsun ki, yenə də qafil ki, qafil. Əfsuslar olsun. Və sonra dördüncüdə Şeyx Rəhməhullah gətirir ki, bağışlamağın və islah etməyin səmərələrindən odur ki, insanın qəlbində müsəlmanlara qarşı qəlbi sağlam olur. Yəni, insanın qəlbi müsəlmanlara qarşı sağlam olur. O, öz qardaşını bağışladı və onun islahına çalışdı. İnsanın qəlbi nə edir? Rahatlıq tapır və o qəlbi salamat olur. Yəni, kim ki o kin-küdurət bəsləyirsə, onun qəlbi rahat olmur. Yəni, bağışlayan və islah edən insanın qəlbi kindən, küdurətdən, intiqam almaq, yəni qisas almaq o öfkəsindən, o yanğı var, qəlbdə yanır ki, mən intiqam almalıyam. Yəni, onun pisliyini istəyir, onun yaxşı işinə sevinmir və s. Onlar nə edir? Onlar sönür. Həqiqətən onlar sönür. Və
Həmçinin də o bağışlayandan sonra elə bir ləzzət alır ki, elə bir Allahu Azza və Cəllə o qəlbə elə bir sevinç, elə bir gözəllik, elə bir nur bəxş eləyir ki, o intiqam almaq öfkəsindən qat-qat o qəlb nə eləyir? Qat-qat sevincli olur. Qat-qat rahat olur. Çünki intiqam elə bir şeydir ki, əvəz verə bilərsən. Yenə şeytan o qəlbi rahat buraxmır. O şeytan istədiyi vaxt özü üçün girir, vəsvəsə verir, çıxır. Amma insan həm şeytana müxalif olanda, həm də o qəlbinin rahatlığı üçün o kini, kidurəti, qəzəbi, o intiqam almaq öfkəsini nə edir? Bağışlayandan sonra yenir və Allah üçün bağışlayanda da qul əgər Allah üçün bağışlayırsa, Allah da nə edir? Onun o bağışlayan qəlbini daha səlim edir. Onun qəlbini kindən, kudurətdən, müsibətdən, dəhşətdən özü qoruyur. Birinci onun qəlbini qoruyur, ona köməyi bu dünyada olur. Çünki Allah Azze və Cəllə öz öhdəsinə götürüb. Allah Azze və Cəllə həmin o qəlbi burada nə edir? İslah edir. Yəni belə düşünsək, mənim qəlbimin islahı mənim üçün önəmlidir. Yoxsa kiminsə gözünün çıxmağı, kiminsə ayağının qırılmağı, da mənim ayağım qırılıb da, olub. Yəni mənim qabağıma qoyulanda seçim ki, ya mənə məsəl üçün verirlər 1 milyon dollar, ya da onun qıçını sındırırlar. Hansını seçərik? Onun qıçı sındı, sınmadı nə? Yəni 1 milyon insana daha da xeyridir da. Şeyx gətirir ki, o bağışlamağı var, bağışlamağı. Necə ki, o 1 milyonun ləzzətini insan bu dünyada duyanda nətər olur? İstər istəməz də işləri yoldan düşür, evini alır, maşını alır, öz problemlərini həll edir, borcu alan borcunu verir və s. Yəni, həyatını normala salır da, belə deyək, çətin həyatını normala salır, ehtiyacı olan bir insan. Yəni, onun istər istəməz ləzzətini bu dünyada duyur, duymur, lap sədəqə edir, zəkat verir və yaxud yeyir, içir, özü, yaxınları və s. Yəni, hələ bu dünyada onun ləzzətini hiss edir də, o özünə verilən mükafatla. Amma onun bağışlamağı, əff etməyi o 1 milyondan da bəlkə 1 milyon dəfə üstün ləzzətdir. Yəni, o qəlbin hiss elədiyi və ahirətdə gördüyü mükafat o milyonun milyonudur. Amma insan onu görmədiyinə görə elə bilir ki, elə intiqam daha yaxşıdır. Və həmçinin Şeyx Rəhməhullah gətirir Əli İmran surəsinin 134-cü ayəsini ki, o kəslər ki, bolluqda və qıtlıqda Allah üçün xərcləyərlər, yəni mallarını xərcləyərlər. Və sonra qəzəbini boğar, bax, bizə lazım olan qissəsi budur. Qəzəbini boğar və insanları bağışlayar. Qəzəbini boğar və insanları bağışlayar. Ondan sonra nə deyir? Allah yaxşı iş görənləri sevir. Allah yaxşı iş görənləri sevir. Və həmçinin də insan bağışlayanda, öz qəzəbini boğub bağışlayanda nəyə çevrilir? Allahın sevdiyinə çevrilir. Artıq bununla bu ayədən də dəlildir ki, o insan Allahın sevdiyi kəs olur. Baxın, əgər Allah qulu sevərsə, hədisdə nə gəlir? Allah qulu sevərsə, görən gözü olar. Eşidən qulağı olar, yeriyən ayağı olar. Baxın, bu nə deməkdir? Gözün harama baxmaz. Artıq sənin qulağın haram eşitməz. Yəni, haram sözlər eşidəndə qaçar. Ayağın yalnız xeyrə gedər. Ümumiyyətlə, bütün əzalar, istər dil olsun, istər bütün əzalar, Allahu Azza və Cəllə o insanın əzalarını haramlardan qoruyar. Onu sevdiyinə görə, onu sevdiyi işlərlə məşğul edər, sevmədiyi işlərdən onu qoruyar. Yəni, bir baxın, əziz qardaşlarım, yəni, qəzəbini boğub, bağışlamaq, əgər bu boyda mükafatlardırsa, yəni, o zaman düşünən bir beyin, ayıq bir qəlb nəyi edər? Özümüz bu haqda düşünək, özümüz də özümüz qərarımızı verək və nə edəcəyimizi, nə addım atacağımızı gələcəkdə sübut edək ki, bu eşitdiklərimizin faydası oldu bizim üçün yoxsa yox.
İnşallah Teala qismət olarsa gələcək dərslərimizdə ardını götürərik. Ümid edirəm ki, bu bizim üçün xeyirli, faydalı olar. Subhanakallahumma və bihamdik. Əşhədü ən la ilahə illə ənt. Əstəğfiruka və ətubu ileyk.